Hər kəsə salam. Deməli, mənbələrimiz bugün əsasən Almaniyanın müdafiə qərarlarına və qlobal təhlükəsizlik reallıqlarına yönəlib. Aha, çox aktual mövzudur. Düzdür. Missiyamız sizə bu materialların dərin müzakirəsini təqdim edərək, ölkənin büdcə kəsirləri fonunda ehtimal olunan müharibə ssenarilərinə necə hazırlaşdığını anlamağa kömək etməkdir. Gəlin bunu aydınlaşdıraq, yəni ortada çox ciddi bir ziddiyyət var. Bəli, həm də necə ziddiyyət? Bir tərəfdən böyük qənaət tədbirləri. Tamamilə. Böyük büdcə çatışmazlığı xəbərləri ilə nəhəng hərbi infrastruktur xərcləri arasında uçurum var sanki. İndi məni düşündürən odur ki, büdcə sıxıntılarından çıxış yolu kimi niyə məhz konkret bir liman seçilib? Yəni, kənardan baxanda iqtisadi baxımdan doğrudan da çox qəribə səslənir. Söhbət Şimal dənizi sahilində Bremerhaven şəhərində yerləşən Avropanın ən böyük avtomobil limanından gedir. Aha, ora adi maşınlar üçün deyilmi? Düzdür, illərdir mülki avtomobillər üçündür, amma bu limanın modernləşdirilməsinə layihə olaraq düz 1,3 milyard avro ayrılıb. Yəni, təxminən 1,6 milyard dollar. Vay, rəqəm doğrudan da nəhəngdir. Özü də bu, 2026-cı ilin büdcəsinə heç bir kəsinti falan edilmədən birbaşa daxil edilib. Məqsəd isə liman körpülərini gücləndirməkdir. Yəni, çəkisi 60 tona qədər olan Leopard tankları və digər ağır hərbi texnika rahat daşınsın deyə. Məsələnin ən maraqlı tərəfi isə buradadır. Yəni, bir düşünün, adi bir mülki avtomobil limanı birdən-birə ağır hərbi texnika bazasına çevrilir. Bu, eynilə adi bir ofis işçisinin qəfildən ağır atletika yarışına qatılmaq üçün əzələ yığmasına bənzəyir. Çox dəqiq bənzətmədir. Əslində, tam olaraq elə bir proses gedir. Bəs niyə diqqət məhz bu cür logistik obyektlərə yönəlib? Yəni, bir yığın hərəkətsiz betona bu qədər pul niyə tökülür? Əgər biz bunu daha böyük mənzərə ilə əlaqələndirsək, hər şey aydınlaşar. Baxın, Almaniya sadəcə özünü qorumur. Aha, qitə miqyasında nəsə edir? Bəli, coğrafi mövqeyi və sənaye resurslarına görə o, Avropaya mümkün bir hücum halında bütün qitə üçün strateji təchizat və logistika mərkəzinə çevrilir. Yəni, o 1,3 milyardlıq liman əslində bir növ qapıdır. Tamamilə. Bu, sadəcə bir liman təmiri yox, qitənin müdafiə onurğasının qurulmasıdır. Mümkün bir hərbi ssenaridə okeanın o tayından gələn təchizat qitənin dərinliklərinə ən sürətli şəkildə məhz buradan paylana bilər. Deməli, əgər bu liman çöksə, bütün Avropanın təchizat xətti iflic olar, eləmi? Düzdür. Təsəvvür edin, böhran anıdır, gəmilərlə ağır texnika gəlir, amma körpülər zəifdir deyə onları quruya çıxarmaq həftələr alır, hərbi logistikada vaxt... Bəzən silahın özündən daha öldürücü olur. Məsələdir. Buna görə də o pul sadəcə beton üçün deyil. Böhran anında qitənin təchizat zəncirinin qırılmaması üçün ödənilən strateji bir sığortadır. Aydındır. Yaxşı, bütün bunlar nə deməkdir? Qısaca xülasə etsək, büdcə qıtlığına baxmayaraq, coğrafiyanın və infrastrukturun müdafiə siyasətində necə həlledici, yəni həyati bir rol oynadığını görürük. Bütün əldə etdiyimiz məlumatlar bunu sübut edir. Düzdür. Və bu vacib bir sual yaradır. Hansı sualı? Baxın, əgər dinç dövrün mülki avtomobil limanları bu cür böyük xərclərlə hərbi təyinatlı obyektlərə çevrilirsə, görəsən hazırda ətrafımızda olan və sadəcə mülki hesab etdiyimiz daha hansı nəhəng obyektlər gələcəyin gizli hərbi logistika mərkəzləri olmağa namizəddir. Doğrudan da. Yəni, böyük elektron ticarət anbarları, bəlkə aeroportlar. Aha, hər biri ola bilər. Çox düşündürücü fikirdir. Bu barədə mütləq düşünməyə dəyər. İzləyicilərimiz, bu sualı sizin ixtiyarınıza buraxırıq. Dərin müzakirəmizdən bu günlük bu qədər. Növbəti dəfəyədək.